Ümumiyyətlə, Sevda xanım, teatr aktyorlarının kinoya gəlməsi, kino kamera qarşısında olmasını necə qiymətləndirmək olar? Dünyada belə bir təcrübə var ki, teatr aktyorları, yəni fərq yoxdur, həm kinoda, həm teatrda çalışırlar. Misal üçün, İzabel Yuppер və yaxud da Jack Nicholson teatrdan gəlib və bizdə də bu belədir. Bizdə həm kinoda, həm teatrda uğurla çəkilən aktyorlarımız olub. Həsən Ağa Turabov bunun bariz nümunəsidir. Amalia Pənahova, Şəfiqə Məmmədova, Əliyə Baskədirov. Amma hər iki sənətin ortaq cəhətləri olsa da, hər ikisi də son dərəcə spesifik bir sahədir və olur ki, teatrda özünü təsdiqləyən aktyor kinoda özünü təsdiqləyə bilmir, alınmır. Çünki bilirsiniz, kameranın da özünün bir sehri var, səhnənin özünün bir sehri var. Yəni o energetika tutmur da. Misal üçün, kimi deyim, Həsən Məmmədov Azərbaycan kinosunda ən çox rol alan aktyorlardan biridir, amma teatrda özünü realizə edə bilmədi. Və yaxud da Həmidə Ömərova çox çəkilən aktrisadır, amma teatrda yoxdur. Və yaxud da Rafael Dadaşov bir neçə filmdə çəkilib. Düzdür, belə bir söhbət gəzirdi ki, Adil İskəndərovun Məlik Dadaşovla konflikti olduğu üçün ona müəyyən maneələr törədib. Amma mən Rafael Dadaşovun oynadığı iki filmə baxmışam. Düşünürəm ki, kamera ilə onun kontaktı elə də çox alınmırdı. Baxmayaraq ki, Rafael Dadaşov çox yaraşıqlı idi, televiziya tamaşalarında da maraqlı idi. Amma deyək ki, Şahmar Ələkbərov xüsusi bir yaraşığı olmayan bir kişi idi. Amma kamera qarşısında filmlərdə o qədər onun bir xarizması, çəkiciliyi var ki, mən ona indi də heyranam, səsinə heyranam, oyunlarına heyranam. Yəni belə deyək də, teatr və kinonun bu kimi kaprizli cəhətləri var. Və sizə bir şey də deyim ki, olur ki, məsələn, teatr səhnəsində aktyordur, aktrisadır, çıxır və səhnəni ələ alır. Elə aktrisa var ki, balaca səhnədə görünür, böyük səhnədə görünə bilmir. Sən onu hiss edə bilmirsən. İndi mən yaxınlarda belə bir şey müşahidə elədim. Sadəcə onları tanıyıram. Həm də belə yəni etik olmaz, adlarını çəkməyi istəmirəm. Məsəl üçün, elə aktrisa var ki, balaca səhnədə səni heyran edir. Amma böyük səhnəyə çıxırsan, onu aktrisa kimi görə bilmirsən, hiss edə bilmirsən. Bax, ancaq Fəxrəddin Manafovun adını çəkə bilərəm. Mən onu çox tənqid eləmişəm kinodakı rollarına görə. Amma deməli, Rus dram teatrında yoğun yubileyə keçirəndə mən onu səhnədə gördüm və heyran oldum. Səhnədə onun çox güclü energetikası var və onu ötürə bilir. Yəni, o energetikanı hər aktyor, aktrisa ötürə bilmir səhnədə. Onu da bəziləri monoton aktyor adlandırırlar. Monoton aktyor, elə mən də buna görə çox tənqid eləmişəm. Müəyyən filmlərdə ki, doğrudan da çox monotondur. Sanki bir rolu oynayırmış kimi təəssüratını oyadır və Fəxrəddin Manafovun deyim ki, erkən gənclik illərində çəkildiyi filmlər var ki, maraqlıdır. Misal üçün, Park filmində çox maraqlıdır. Ondan əvvəl də bir filmə çəkilmişdi. Onun adını unutmuşam. Orada epizodda oynayır. Orada da çox maraqlıdır. Sadəcə düşünürəm ki, bu Fəxrəddin Manafovdan çox rejissorun problemidir.